Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Mən coğrafiya müəllimi Elvin İsmailov. Bu gün sizlərə 10 may 2026-cı ildə OTK-nın ikinci qruplar üçün keçirdiyi sınaq imtahanının coğrafiya fənni üzrə suallarının izahını təqdim edirəm. 31-ci sualda bildirilir ki, xəritə sxemdə 2 və 3 rəqəmləri ilə göstərilmiş ölkələri 1 və 4 rəqəmləri ilə göstərilən, deməli, ölkələrdən fərqləndirən əlamətlər. 2 və 3 Braziliya və Avstraliyadır. 1 və 4 isə Fransa və Çindir. Yalançı urbanizasiya səciyyəvidir. Bu, əsasən inkişaf etməkdə olan ölkələr üçün xarakterikdir. Avstraliya inkişaf etmişdir. Fransa da inkişaf etmişdir. Ona görə ola bilməz. Mövsümi dəyişkənlik daha aydın müşahidə olunur. Biz bilirik ki, 1 və 4-də daha aydın müşahidə olunur mövsümi dəyişkənlik. Amma bizə lazımdır 2-3-ün 1-4-dən fərqləndirən xüsusiyyət. Bu da səhvdir. Əhalinin əsas hissəsi immiqrasiya hesabına formalaşıb, bəli. Bilirik ki, ümumiyyətlə Amerikan yerli əhalisi ilə yanaşı sonradan gəlmələr böyük coğrafi kəşflərdən sonra oranı zəbt edib və Avstraliyada həmçinin aborigenləri ingilislər orada məhv edərək özləri məskunlaşmışdır. C doğrudur. D-də dəmir və boksit ixracatçılarıdır. Təbii ki, daha doğrusu Braziliya dəmir və boksit ixracatçılarıdır. Yanacaq ehtiyatları ilə yaxşı təmin olunmuşdur. Braziliya xeyr səhvdir. Federativ inzibati ərazi quruluşuna malikdir. Bu da doğrudur. Həm Braziliya, həm də Avstraliya federativdir. Fransa və Çin isə unitardır. Deməli, doğru cavab C, D, F, A bəndi doğrudur. Xəritə sxemdə rəqəmlərlə verilən ərazilərdə yayılan faydalı qazıntıların düzgün verildiyi sıranı müəyyən edin. Birinci, biz görürük ki, Balakəndir. Balakən. Bura Kiçik Qafqazın şimal-şərqidir. Kiçik Qafqazın şimal-şərqi. Deməli, şimal-şərqi. Sonra 4. Bura Abşerondur. Abşeron. Bura Mildüzüdür. Bura Zəngilandır. Bura isə Ordubaddır. İndi biz A bəndində 2 molibden verilib, düzdür. 3 qızıl verilib, bu da düzdür. 5 mil düzündə neft var, doğrudur. 2 dəmir, demək bizə doğru cavab lazımdır A bəndi. Digərləri hamısı yanlışdır. Keçirik 33-ə. Divergen sərhədlər üçün səciyyəvi deyil. Divergen aralanma sərhəddidir və bizə deyil, yəni səhv fikirləri götürəcək. Qırışıq faylı dağlar hansılardır? Altay, Sayan, Tianşan dağları, o da Asiya qitəsində yerləşir. Divergen sərhədlər isə əsasən okeanların orta hissəsinə düşür. Demək, biri götürürük. 2 seismik ərazilərdir, bəli. Vulkanik adalar yaranır, bəli. Okean novları materik okeanın toqquşmasında, yəni konvergen sərhəddə yaranır. 5. Okean yerqabığının daha nazik yox, daha qalın hissəsi, daha nazik hissəsi novlara aid olan xüsusiyyətdir. Rift dərəsi də yaranır, düzdür. 1, 4, 5, Y bəndi doğrudur. 34. İqlim diaqramının aid olduğu məntəqə üçün səciyyəvi əlamətlər. Nə görürük? Görürük, yağıntıların demək olar ki, daha doğrusu illik deməli, aylar üzrə biz yağıntıların miqdarına baxanda görürük, təqribən bərabər paylanıb. 600 mm, 612 mm orta illik yağıntıdır. Qışda havanın temperaturu müsbət 5, yayda isə 17 dərəcə. Bu birbaşa bizə nə deyir? Mülayim dəniz iqlim tipi. Mülayim dəniz iqlim tipi də materiklərin daxili hissələrində deyil, kənarındadır, qərb hissəsində. 1. Səhvdir. Passat yox, qərb küləkləri təsir edir. Fəsillər aydın müşahidə olunur. Mülayim dəniz təbii ki, buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərq azdır. Bu cümlə rütubətli bölgələr üçün keçərli cümlədir. Çay əmələ gəlmə imkanları məhduddur, səhv fikirdir. 3, 4, 5, C bəndi doğrudur. Qırmızı dəniz sahilində yerləşən ölkələr hansılardır? Deməli, İsrail, İordaniya, Səudiyyə Ərəbistanı. Bunlar Asiya qitəsində yerləşən, bir də Yəmən. Bunlar Asiya qitəsində yerləşən qırmızı dənizə çıxışı olan ölkələrdir. Bir də Afrikadan Misir, Sudan, Eritreya dövlətlərinin də qırmızı dənizə çıxışı var. Ona görə B bəndi ilə doğrudur. 36. Dünyanın ən böyük hava limanlarının yerləşdiyi şəhərləri müəyyən edin. Bu əsasən dünyada biz baxmalıyıq, əsas deməli nəqliyyat belə deyək də tranzit mövqedə yerləşən ölkələrin
ərazisinə diqqət eləməliyik. Pekin bilirik ki, iqtisadi cəhətdən belə deyək də son dövrlər Çinin inkişaf etməsi ora çoxlu hərəkəti artırıb. Ona görə bir doğrudur. 2 London 100% olmalıdır. Ankara'da, Türkiyədə tranzit mövqeyidə yerləşir. Ona görə D bəndi doğrudur. Chicago ABŞ-da, Dublin isə İrlandiyada yerləşir. Onlar o qədər də yəni işlək hava limanları deyil. Daha doğrusu dünyanın ən böyük elə hava limanları deyil. 37-də B və C məntəqələri ekvator üzərində yerləşən A məntəqəsindən eyni məsafədə yerləşirlər. Tutaq ki, bu ekvator xəttidir. Ekvatorun üzərində bir A nöqtəsi var. A-dan eyni məsafədə yerləşirlər. Bu o deməkdir ki, və ekvatorun üzərində yerləşdiklərinə görə biri A-dan şərqdə yerləşməlidir, biri A-dan qərbdə yerləşməlidir. Şərq yarımkürəsində yerləşən A məntəqəsində yerli vaxtla cümə günü saat 20:40-dır. Demək, A məntəqəsi də saat 20:40-dır. Bunu yadda saxlayırıq. Bir də deyir ki, ondan, yəni A məntəqəsindən 90 azimutda olan B məntəqəsində, artıq B məntəqəsi müəyyən elədik ki, bu şərqə düşür, bura B-dir. B-də yerli vaxtla cümə axşamı günü saat 01:20-dir. Yəni vaxt daha irəlidir. Hətta bir gün deməli 01:20-dir 90 azimutda A məntəqəsindən. Cümə günü biz bilirik ki, həftənin 5-ci gündür, cümə axşamı isə 4-cü gündür. Bəli, 4-cü gün bir gün elə bir ki, irəlidir B-nin vaxtı. Və bir də deyir ki, indi biz C-də burası da olur avtomatik C. Demək, C-nin vaxtı A-dan geri olacaq. A-da da 20:40-dır. Demək, yazdıq bura, A-ya yazdıq ki, burada 20:40-dır. B-də isə 01:20-dir. 01:20-dir. İndi baxaq görək. Demək, bunlar A-dan B-yə qədər məsafə, B-dən C-yə qədər olan məsafə ilə eynidir. AB arasında nə qədər saat fərqi var? Baxaq. Deməli, burada olur 3:20, 4:40. Bunlar arasında 4 saat 40 dəqiqə vaxt fərqi var. 4 saat 40 dəqiqə vaxt fərqi var. Bu 4 saat 40 dəqiqədə təqribən 70 dərəcə deməkdir. Deməli, əgər A ilə B-nin arasında 4 saat 40 dəqiqə vaxt fərqi varsa, onda A ilə C arasında da 4 saat 40 dəqiqə vaxt fərqi olacaq. A-da 20:40-dırsa C-də nə olacaq? 20:40-dan biz 40-ı çıxırıq, 4 saat 40 dəqiqəni çıxırıq, qalır 16:00. Deməli, C-də oldu 16:00. Amma C-nin vaxtı A-dan qərbdədir. Demək, aralarında cəmi 4 saat 40 dəqiqə vaxt fərqi var da. Elə eyni günə düşəcək. A-da neçənci gün idi? A-da cümə günü idi. Demək, C-də də cümə günü olacaq. 16:00 A variantı doğrudur. 38. Mərkəzi ovalıqlar Avstraliyada, mərkəzi düzənliklər Şimali Amerikada, yəni ABŞ, Kanada ərazisinə düşür və Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin deyir. Mülayim işıqlanma qurşağında yerləşir hər ikisi düşür. Qeyd edeyim ki, mərkəzi ovalıqlar, yəni Avstraliyadakı həm də tropik işıqlanma qurşağına da düşür. Amma bir hissəsi mülayim işıqlanma qurşağına düşdüyünə görə ortaq cəhət kimi götürürük. Strukturlu torpaqlar, bu qara şabaldı torpaqlarda əsasən Şimali Amerikada Prairie-də yayılıb və ona görə 2-yə götürürük bunu. Ərazisində materikin ən alçaq nöqtəsi, ən alçaq nöqtə Avstraliyada demək Eyer gölünün səviyyəsidir, -16 metr. Şimali Amerikada isə ölüm dərəsi -86 metr və ölüm dərəsi Kordilyer dağlarının arasındadır, amma Eyer gölü məhz mərkəzi ovalıqda yerləşir. Ona görə bu birinciyə aid edirik. Deflyasiya səhralarda baş verir. Deyir 4D ərazisində deflyasiya prosesi intensivdir. Avstraliyaya aid olan xüsusiyyətdir bu. Çünki Avstraliyada həmin hissələr, mərkəzi hissələr səhra və yarım səhra landşaftı üstünlük təşkil edir. Deflyasiya demək mərkəzi ovalıqlara aid edəcəyik. 4. Şərqdən qədim dağlarla əhatə olunub. Həm mərkəzi düzənliklərin, həm də mərkəzi ovalıqların şərqində qədim dağlar var. Müvafiq olaraq mərkəzi ovalıqlarda Böyük Suarici dağları, mərkəzi düzənlikdə isə Appalaç dağları yer alır. Ona görə ortaq cəhət kimi bunu götürürük. 5. 6-da yerləşdiyi materikdə ekvatoriya iqlim qurşağı yaranmır. Nə Şimali Amerikada, nə də Avstraliyada ekvatoriya qurşağı yoxdur. O da ortaq cəhət kimi götürüldükdə cavab çıxır. Birinciyə 3-4, ikinciyə 2, üçüncüyə 1-5-6 C bəndi doğrudur.
Gəldik 39-a. Xəritə sxemdə rəqəmlərlə verilən coğrafi obyektləri müəyyən edin. Demək, 1 Malakka yarımadasıdır, 2 Böyük Cənubi Çin dənizi, 3 Sumatra adası, 4 isə Siam körfəzidir. Müvafiq olaraq, deməli, 1 nə dedik? Malakka yarımadası 1-ə Y, yəni bura yazdıq 1. 1-ə Y verilmiş cavablar C, D, Y variantlarındadır. 2-yə Cənubi Çin dənizi, bu B bəndidir. B olanda avtomatik elə cavab Y bəndi çıxır. 40-da Azərbaycanda yanacaq energetika kompleksi üçün səciyyəvi olmayan əlamətlər alternativ enerji mənbələrindən istifadə edilir. Deməli, Azərbaycanda bəli, qeyd edeyim ki, burada yanacaq energetika sənayesi dediyinə görə yanacaq energetika sənayesi ümumiyyətlə energetika 2 yerə bölünür. Yanacaq energetika kompleksi, bir də elektroenergetika. Bu yanacaq energetikaya yanacaqla işləyən deməli aiddir. Yanacaqla işləyənlər aiddir əsasən. Ona görə alternativ enerji mənbələri isə tükənməyən enerjidir və o əsasən elektroenergetikaya aiddir. Ona görə 1-i götürürük buradan biz. Deməli 1-i götürürük. 2. Kömür ehtiyatları əsasında İES-lər fəaliyyət göstərir. Azərbaycanda İES-lər neft qazla işləyir. Ona görə 1 və 2-ni götürürük. 3-də yanacaq enerji balansında neft və təbii qazın payı böyükdür. Yanacaq enerji balansında neft və təbii qazın, əlbəttə ki, bu deməli üzr istəyirəm, 2-ni götürmürük. Bizdə aid olmayan dediyinə görə 2-ni də götürürük. 3-ü götürmürük. Niyə? Çünki həqiqətən yanacaq enerji balansında neft və təbii qazın payı böyükdür. Amma deməli, amma nədir amması? Yanacaq enerji balansının neft və qazın payı düzdür da. Bu düzgün fikirdir. Götürmürük. 2-ni biz götürdük. Sonra 4-də xaricdən elektrik enerjisi ixal edilir. Bu səhvdir. SES-lər daha çox iri şəhərlər yaxınlığında tikilir. İri şəhərlərin yaxınlığında İES-lər tikilir. 6-da İES-lər əsasən tələbat rayonlarında tikilir. Bu doğru fikirdir. Doğru fikir götürmürük. Deməli, burada biz doğru cavab kimi 2, 3, 5-i yox, aid olmayan xüsusiyyətlər dediyinə görə 2, 4, 5-i seçirik. 2, 4, 5-i seçirik. 3 səhvdir. Xaricdən elektrik enerjisi ixal edilir, bu səhvdir. 4 SES-lər daha çox iri şəhərlər yaxınlığında tikilir. Bu da səhvdir. Kömür 2, 4, 5 Y bəndidir. Burada sualın doğru cavabı. 41-də Respublikamızda müvafiq olaraq cənub-qərb, cənub-şərq və şimal-şərq istiqamətində axan çayları soruşur. Demək, cənub-qərb istiqamətində axan çaylar, məsələn, Oxçu çay cənub-şərq istiqamətində axır. Amma Qanlıq-Əyri çayının çayları daha çox cənub-qərb istiqamətində axır. Ona görə biz bura 1, 2, 3 rəqəmlərini yazaq. Demək, cənub-qərb istiqamətində axanı bir Kürmük çayı götürəcək, bir də Əlincə çayı götürə bilərik. Naxçıvan çayları da əsasən cənub-qərb istiqamətində axır. Burada C yox, F olmalıdır. Deməli, Əlincə çay. 2. Cənub-şərq istiqamətində axan çaylara biz Oxçu çayı və bir də Pir Saat çayı götürə bilərik. Şimal-şərq istiqamətində axan çaylara da deməli, Qudyal çay, C, bir də Tərtər çayı götürə bilərik. 1-ə BF, 2-yə AD, BF, 2-yə AD, 3-ə CY, Y bəndi doğrudur. 42. İran dil qrupuna mənsub əhaliyə malik olan ölkə ilə həmsərhəd olmayan müstəqil türk dövlətini seçin. Demək, İran dil qrupuna aid olan, türk dövlətləri ilə qonşu olan ölkələrə biz diqqət etsək, İran, Əfqanistan və Tacikistanı qeyd edə bilərik ki, bunlar İran dil qrupuna mənsub əhaliyə malik ölkələrdir. Və təbii ki, bu ölkələrdən adını çəkdiyim həm İran, məsələn, İran Türkmənistanla sərhəddir, Türkiyə də İrandan sərhəddir, Özbəkistan isə Tacikistandan sərhəddir və hətta
Qırğızstanı da çıxırıq buradan. Özbəkistanı da çıxdıq. Çünki Qırğızstan Əfqanistanla da sərhəddir. Ona görə doğru cavab D bəndi Qazaxıstan. Çünki Qazaxıstanın qonşularına baxsaq, Rusiya, deməli Qırğızistan, Özbəkistan, Türkmənistandır. Yəni bu 4 ölkə ilə qonşudur. Bunlar da bir dənə Rusiya, deməli İran deməli Türk dövləti deyil, amma Özbəkistan, Türkmənistan və Qırğızistan Altay dil ailəsinə aiddir. Altay dil ailəsinin Türk dil qrupuna aiddir. Doğru cavab burada D bəndi olacaq. 43. Azərbaycanda yarım səhra və quru çöl landşaftı ilə Subab Alp çəmənləri landşaftının oxşar xüsusiyyətləri soruşulur. Deməli, yarım səhra və quru çöl landşaftı Subab Alp çəmənləri ilə oxşar xüsusiyyətlər. Çay əmələ gəlmə imkanı məhduddur. Bu oxşar deyil, fərqli xüsusiyyətdir. Yarım səhra quru çöldə çay əmələ gəlmə imkanı məhdud olsa da, amma Subab Alp çəmənliklərində yarana bilər. 2. Böyük, çünki niyə yarana bilər? Orada rütubətlənmə əmsalı vahiddən böyükdür. 2. Böyük Qafqaz fiziki coğrafi vilayətində yayılmışdır. Həm yarım səhra, həm Subab Alp çəmənliyi. 2. Düzdür. Əkinçilikdə istifadə edilmir. Yarım səhradan istifadə edilir. Fərqli cəhətdir. Düz radiasiyanın payı üstündür. Və deməli, bu da doğrudur. Çünki yarım səhra quru çöldə də, Subab Alp çəmənliyində də bulutluluq az olur. Yerləşmə üfüqi zonalığa tabidir. Xeyr, Subab Alp çəmənliyi şaquli yüksəklik qurşaqlığına uyğundur. Ona görə bu səhvdir. Otlaqlar kimi istifadə olunur. Bəli, yarım səhra quru çöl. Qış otlaqları, Alp çəmənliyi, yay otlaqları. Doğru cavab B bəndidir. 44. Cədvələ əsasən uyğunluğu müəyyən edin. 3 şimal enliyi 102 şərq uzunluğu. Deməli, paytaxtın coğrafi koordinatları verilib, ölkə verilib, bir də ixrac məhsulu verilib. 3 şimal enliyi 102 şərq uzunluğu. Bu ekvatordan şimalda və 102 şərq uzunluğunda yerləşən ölkə bunlardan Malayziya olacaq. Deməli, biz birinciyə bura yazdıq B. Malayziyanın da ixrac etdiyi məhsul nədir? Qalaydır. Ona görə birinciyə B, C yazdıq. Daha doğrusu B nə idi? Üzr istəyirəm. 4-ü götürəcəyik. Birinciyə 4, bir də C. Birinciyə 4C. Birinciyə 4C-ni də, yəni vaxt itirmədən B bəndinin olduğunu müəyyən edirik. 16 cənub enliyi 48 qərb uzunluğu. Bu, əlbəttə ki, Braziliyaya uyğun gəlir və o da boksit istehsalına görə fərqlənir. Üçüncüyə də 52 şimal enliyi 71 şərq uzunluğu. Bu, təqribən Yaponiyadır, Tokyo koordinatlarıdır və avtomobil ixracına görə deməli 52 şimal enliyi 52 şimal enliyi 71 şərq uzunluğu üzr istəyirəm Qazaxıstana uyğun gəlir. Qazaxıstanda neft ixracına görə fərqlənən ölkədir. Deməli birinciyə biz 4-də C, 16 cənub enliyi 48 qərb uzunluğu Braziliya olacaq. Düz gəlir. Üçüncüyə də uyğun gəldi Qazaxıstan. Bəli, Qazaxıstan 52 şimal enliyi. Çünki Bakıdan bir qədər, yəni Qazaxıstan paytaxtı Astana şəhəri Xəzərin o tayında yerləşir. 71 şərq uzunluğunda yerləşəcək. Təbii ki, Yaponiya olmaz. Yaponiya təqribən 150 neçə belə koordinat şərq uzunluğunda yerləşir. Ona görə doğru cavab olacaq burada B bəndi. 45. Ölkədə təsərrüfatın 3-cü sektorunda çalışanlar 21 milyon. 3-cü sektor bilirik ki, xidmət sahəsini təşkil edir. 21 milyon nəfər və ya əmək ehtiyatlarının 70%-ni təşkil edir. Əmək ehtiyatları da ölkə əhalisinin 60%-ni təşkil edirsə, əhalinin mütləq sayını hesablayın milyon nəfərlə. Deməli, biz ölkənin əhalisinin ümumi əhalini X-nə işarə etsək, əmək ehtiyatları onda olacaq. Əmək ehtiyatları nəyə bərabərdir? Yəni, X-in 60%-nə bərabərdir. X-in 60%-i da bizə verir nə? 0.6X. Bir də deyir ki, 3-cü sektorda çalışanlar əmək ehtiyatlarının 70%-ni təşkil edir. O da 21 milyona bərabərdir. Yəni, 0.6X-in biz 70%-ni tapsaq, o da bizə verir 21 milyon. 21, yəni milyonla soruşduğuna görə heç milyonu buraya yazmırıq. Deməli, bu olur nə? 0.6X-i 70-ə vuranda eləyir 42.
42x bərabərdir. Yazırıq 42x bərabərdir. 21 də 100-ə vuranda eləyir 2100. X də bərabərdir. Bu da eləyir 50. 50 milyon ölkənin əhalisinin sayı var. A bəndi doğrudur. 46. Volqa, Mississippi və Dunay çaylarını Kongo, Amazon və Lena çaylarından fərqləndirən əlamətlər. Volqa Avropada, Mississippi Şimali Amerikada, Dunay da Avropa çaylarıdır. İstiqamətləri fərqlidir. Volqa cənuba, Mississippi cənuba, Dunay da qərb istiqamətində axır. Üzr istəyirəm, şərq istiqamətində axır. Kongo da şərqə axır. Kongo qərbə, Amazon şərqə, Lena şimala. İndi bu üçlüyü, bu birisi üçlükdən fərqləndirən xüsusiyyətləri soruşur. Transsərhəd çaylardır. Volqa transsərhəd deyil, ona görə səhvdir. Tənzimlənən axına malikdir. Deməli, tənzimlənən axına malikdir nə deməkdir? Yəni, üzərində su anbarı var. Volqa, Mississippi və Dunay çaylarını biz götürə bilərik, bəli. Bunun üzərində birbaşa, məsələn, Amazonun özünün üzərində su anbarı olmasa da qolların üzərində var. Kongoda yoxdur, Lenada da yoxdur. Gəldi 3. Hövzələrində əhalinin sıxlığı daha böyükdür. Əlbəttə ki, Volqa, Mississippi, Dunay çaylarının hövzələrində əhali daha sıx məskunlaşıb. Qidalanmasında qar suları üstünlük təşkil edir. Deməli, bəs Lena burada pozdu qanuna uyğunluğu. Nəqliyyatda geniş istifadə edirlər, doğrudur. Yaz aylarında bol sulu olurlar, Lena da bol sulu olur deyəni, yenə Lena pozdu burada. 2, 3, 5, A bəndi doğrudur. 47. Doğru sıraları müəyyən edin. Daşkəsən, Göycə. Burada iqtisadi rayon, inzibati rayon və iqlim xüsusiyyətini biz seçməliyik. Gəncə Daşkəsənə Göygöl, bu düzdür. Mülayim istidə, bu da düzdür. Demək, biri götürürük. 2. Şəki Zaqatala, Balakən, düzdür. Amma yarım səhrə Quruçöl səhvdir. Lənkəran Astara, Cəllabad, düzdür. Mülayim isti, bu da düzdür. Demək, biz 3-ü də götürürük. 4. Qazaq Tovuz, Samux. Samux Gəncə Daşkəsənə düşür, bu səhvdir. Quba Xaçmaz, Siyəzən, bu düzdür. Amma Siyəzəndə soyuq iqlim yoxdur. Şərqi Zəngəzur, Cəbrayıl, yarım səhrə Quruçöl. Bu da düzdür, bu da düzdür. 1, 3, 6 doğru cavab B bəndidir. Havanın nisbi rütubətliyi 70%dir. Doyma üçün 4,5 qram su buxarı çatışmır. Havanın mütləq rütubətliyini hesablayın. Mütləq rütubətlilikdə faktiki suyun miqdarıdır. Demək, doyma üçün 4,5 çatmırsa, burada 70% qədər su varsa, 30% deməli doyma üçün çatışmayan su buxarına bərabər olacaq. Onda necə eləyirik? Əvvəlcə biz havanın doyma həddini müəyyən etmək üçün belə bir tənasüb qururuq. Yəni, bu 30%, əvvəlcə 100-dən 70-i çıxırıq, 30%-i tapırıq. Əgər 30% 4,5 qrama bərabərdirsə, onda 100%, hətta birbaşa da hesablaya bilərik. 30 4,5-ə bərabərsə, bu 70% nəyə bərabərdir? 70% x-ə bərabərdir. Bu tənasübü həll etmək lazımdır. Burada sıfırlar atıla bilər. 4,5-i də 3-ə böləndə, buradan 4,5, burada qalır 1,5. 7-ni də 1,5-ə vuranda eləyir 10,5. Demək, x bərabərdir 10,5 qram. Biz buradan elə A bəndini tapdıq. Geoloji strukturu qərbdən şərqə doğru aşağıdakı ardıcıllığa uyğun gələn materiki müəyyən edin. Demək, Alp qırışıqlığı, sonra Mezozoy qırışıqlığı, qədim platforma, Kaledon Hersin qırışıqlığı. Deməli, bu uyğun gələcək nəyə? Məsələn, biz burada deyə bilərik Avrasiyanı. Avrasiyanı götürə bilərik. Demək, qərbdən şərqə doğru. Qərbdən şərqə doğru. Avrasiyanın, deməli, məsələn, baxaq görə Alp qırışıqlığına. Platforma, üzr istəyirəm. Burada Şimali Amerika olacaq, doğru cavab. Şimali Amerika, Avrasiya yox. Burada doğru cavab Şimali. Niyə? Çünki Alp qırışıqlığında sahil silsiləsi
Şimali Amerikada ən qəbdədir sahil silsiləsi. Sonra Mezoy qırışıqlığına aid olan Kordilyerin digər silsiləsi, yəni Kordilyer. Sonra Şimali Amerikanın mərkəzi hissələri olacaq qədim, məsələn, mərkəzi düzənlik olan hissə. Qədim Platon. Kaledon Hersinedə də Appalaç dağları. Appalaç. Buna görə Şimali Amerika buna uyğun gəlir. Avrasiya ola bilməz. Çünki Avrasiyanın cənub hissələrindən keçir Alp qırışıqlığı. Gəldi 50-yə. 60 dərəcə paralel üzərində iki məntəq arasında məsafə 20 dərəcədir. Bu məsafə miqyası 1.800.000 olan xəritə üzərində neçə santimetr olduğunu hesablayın. Demək 60 paralel üzərində 55,8 1 dərəcəyə bərabərdir da. Bizdə 20 dərəcə verib. Demək 20-ni vururuq nəyə? 20 dərəcəni vurur 55,8-ə. Ki görə neçə kilometrdir? Yəni 1 dərəcə qövsün uzunluğu 55,8 kilometrdirsə 20 dərəcə nəyə bərabərdir? 55,8-i elə bir 20-yə vuranda 110 demək 2-yə vuranda 110 eləyir. 110 o da 8 16 126. Bu elədir 126 kilometr. İndi bunu da biz rəssamda miqyasın düsturuna görə 126 ilə 18-ə bölərək. Bir saniyə. 60 dərəcə paralel üzərində iki məntəq arasında məsafə 20 dərəcədir. Bu məsafə miqyası 1.800.000 olan xəritə üzərində neçə santimetr olduğunu hesablayın. 60 dərəcəli paralelin 1 dərəcə qövsün uzunluğu 55,8-dir. 55,8-i biz 20-yə vuranda 110 deməli 55,8-i 20-yə vuranda 1260-ya üzr istəyirəm. Burada 126 niyə? 1260 eləyir. Onda elə bil ki 5-0 siləndə miqyasın yanından nə qalır? 18 qalır. 18 qalır, 18-ə bölməliyik. Bu da 126-nı 18-ə böləndə 10 dəfə yox, 9 dəfə yox, 7 dəfə. 7-dən 8-ə 56, 126 eləyir, 70 eləyir da. Bəlkə də hesablamada nəyəsə səhv eləmədik ki. Bəli. Burada vurmada heç səhv eləmişik. Üzr sayasız. Deməli 1116 eləyir. 1116 eləyir bu. 1116-nı da 18-ə böləndə 62 alınır. 62. Doğru cavab Y bəndidir. 51. Dağ tundra iqlim tipinin yayıldığı əraziləri və ona aid olan xüsusiyyətləri müəyyən edin. Demək, dağ tundra iqlimi bilirik ki 2700 metrdən çox əraziləri əhatə edir. Bu da olacaq bir Başqafqaz silsiləsi, bir də Murovdağ silsiləsi, yəni 2-5. İndi 2-5 cavabı ya bir C-dədir, bir də D-dədir. Yağıntılar bilirik ki, hündür zirvələrə qar şəklində düşür. A doğrudur. 0 dərəcədən yuxarıdır orta illik temperatur. Xeyr, orta illik temperatur 0-dan aşağıdır. Əsasən 2700 metrdən yüksək əraziləri əhatə edir. Düzdür. Qış otlaqları yox, yay otlaqları kimi istifadə edilə bilər. Yağıntının miqdarı buxarlanma qabiliyyətindən azdır. Yağıntının miqdarı buxarlanma qabiliyyətindən azdır. Burada buxarlanma qabiliyyəti də azlıq təşkil edir dağ tundrada. Amma dağ tundra iqlimində deməli yağıntı əsasən qar şəklində düşür və düşən yağıntıların miqdarı buxarlanma qabiliyyətindən az deyil. Çünki buxarlanma qabiliyyəti orada çox azdır. Ona görə A, C, F, D bəndi doğru olacaq. 52. Dağ zirvələrinin hündürlüklərinin artma sırasını müəyyən edin. Təbii ki, bunların hündürlüyünü bilmək lazımdır. Camışdağ zirvəsi Murovun ən hündür zirvəsidir. 37-24. Tufan dağ 4000
deməli 191, Böyük Kirs 2725, Qapıcıq zirvəsi 3904, Babadağ 3629. Burada hündürlüyün artma sırası dediyinə görə kiçikdən böyüyə, yəni 3-dən başlayacaq. 3, 5, 1, 3, 5, 1, 4, 2, 3, 5, 1, 4, 2 D bəndi doğrudur. 53. Kənd təsərrüfatında çalışanların payının xidmət sahələrində çalışanlardan dəfələrlə az olduğu ölkələrə aid əlamətlər. Kənd təsərrüfatında çalışanların payı əgər xidmətdən azdırsa, dəfələrlə azdırsa, bu artıq inkişaf etmiş ölkədən söhbət gedir. Bu inkişaf etmiş ölkələrdən söhbət gedir. Birdə deyir, işçi qüvvəsi artıqlığı özünü göstərir, səhvdir. Burada işçi qüvvəsi çatışmazlığı var, çünki təbii artım aşağıdır. Suburbanizasiya səciyyəvidir, düzdür. Maddi istehsalda emal sənayesinin payı üstündür. Ümumiyyətlə, burada maddi istehsalın iki sahəyə bölünür. Emal var, hasilat var. İnkişaf etmiş ölkələrdə hasilat yox, emal üstündür. Kənd təsərrüfatı istehlak xarakterlidir. Xeyr, istehlak yox, əmtəlik xarakterlidir. 4 səhvdir. Emigrantların sayı immigrantlardan üstündür. Yəni gələnlər daha çoxdur gedənlərdən. Bu da 5 də düzdür. İxracatda hazır sənaye məhsulları, daha doğrusu üzr istəyirəm, 5-də immigrantların sayı üstündür emigrantlardan. Burada 5 səhvdir. İxracatda hazır sənaye məhsulları üstünlük təşkil edir. 6 da doğrudur. Doğru cavab burada olur. 2, 3, 6. Gəldi 54-cü suala. Orta illik temperatur 20 dərəcə Selsiyadan çox. Orta illik temperatur 20 dərəcədən çox. Yağıntının orta illik miqdarı 1000-1200 mm. Buxarlama qabiliyyəti 1500 mm olan ərazidə formalaşan təbii zonaya. Deməli, burada orta illik temperatur 20-dən çoxdursa, yağıntıların miqdarı 1000-1200-dürsə, buxarlama qabiliyyəti 1500-dürsə, məsələn 1200-ü biz 1500-ə böləndə təqribən 0.8 düşür. 0.8 rütubətlənmə əmsalı alırıq. Bu da savannaya aid olan xüsusiyyətdir. Savanna. Sıx meşə örtüyü ilə malikdir, səhvdir. Yay mövsümündə suvarmaya ehtiyac daha çox olur. Savannada yayda yox, qışda suvarmaya ehtiyacı olur. Ot bitkiləri üstünlük təşkil edir, düzdür. Əsasən keçid iqlim qurşağında yaranır, düzdür. Qış mövsümü daha rütubətli keçir, səhvdir. Antarktidadan başqa bütün materiklərdə yayılmışdır, düzdür. Deməli, doğru cavab olacaq 3, 4, 6. 55. Ölkənin enerjiyə olan tələbatı 80 milyon ton şərti yanacaqdır, yəni kömür. Burada şərti yanacaq, biz demişdik ki, nə? Kömür. İstehlak olunan, yəni istifadə olunan enerjinin 60% neftin payına düşürsə, neçə milyon ton neft tələb olunur? Ümumiyyətlə 80 milyon ton şərti yanacaq vahidi, 80 biz neyinirdik? Şərti yanacaq vahidi 1-ə bərabərdir əmsalı. Elə burada 80 alırıq, yəni 80 əmsalla hesablayanda 80 alırıq. İstehlak olunan enerjinin 60% neftin payına düşür. Yəni bu 80-in 60% neftin payına düşür. Sıfıra ixtisar gedir, qalır 48. 48 milyon ton deməli bu 80-in. Amma bu 80-in 48 milyon tonu deməli neftin payına düşdü. Və əgər biz burada tapırıq ki, deməli biz burada nəyə tapdıq? Əslində bu 80 tapdığımız əmsal kömüründür da, düzdürmü? Biz sadəcə kömürün əgər kömürdən istifadə etsək 60%, bu 48 aldığımız kömürü faizidir. Elə bir kömürün 60%-ni tapdıq. Bəs bunu neftə çevirəndə nə edirdik? Biz öz əmsalına vururduq, yəni 48-i öz əmsalına vururduq, yəni 1-ə vururduq kömürə, bölürdük o birisinin əmsalına, yəni 1.5-ə. Burada da 48-i 1.5-ə bölmək lazımdır.
Həmin o 48-i 1.5-ə də böləndə düşür 32. Demək 32 milyon ton neft tələb olunur. Doğru cavab 32-dir. 56. Cənub-Şərqi Şirvan düzündə məskunlaşmaya mənfi təsir göstərən amillər. Deməli, Cənub-Şərqi Şirvan düzündə məskunlaşmaya mənfi təsir göstərən amillər. Ekstremal şəraitə malik olması, xeyr, ekstremal şərait deyil. Aqroiqlim ehtiyatları ilə zəif təmin olunması, zəifdə təmin olunmayıb. Torpaqlar daha az məhsuldardır, bəli. Magistral yollardan uzaq olması bu səhvdir, çünki magistral yolların üzərində yerləşir. Ərazinin quraq iqlimə malik olması düzdür. Burada doğru cavab kimi biz 3-5-i götürərik. 57. Uyğunluğu müəyyən edin. Böyük Qafqaz fiziki coğrafi vilayəti, Kiçik Qafqaz fiziki coğrafi vilayəti 6 fiziki coğrafi rayona bölünür. Deməli, biz bilirik ki, vilayətlərdən 6 fiziki coğrafi rayona bölünən yalnız deməli Kürdür. Yəni Kür vilayəti, Kür çökəklik vilayəti 6 fiziki coğrafi rayona bölünür. Deməli, bu heç birinə aid deyil. Birbaşa Xəzər dənizinə tökülən çay yoxdur. Birbaşa Xəzər dənizinə tökülən çay Kiçik Qafqazda yoxdur. Bəli. Deməli, biz buradan yazırıq 1, bir də 2. Deməli, B-ni yazdıq 2-yə. Ön Qafqaz tektonik çökmə zonasını əhatə edir. Bu, Böyük Qafqaz fiziki coğrafi vilayətinə aiddir. Ön Qafqaz tektonik çökmə zonasını əhatə edir. Bura aiddir. Ərazisində Respublikamızın ucqar kənar nöqtəsi yerləşir. Kiçik Qafqaz vilayətində yoxdur, amma Böyük Qafqaz vilayətində 2 ucqar nöqtə var. Bir Şahdili burnu, bir də Quton dağı. Ona görə bunu bura aid edirik. 1-ə. Ərazisində soyuq iqlimin bir yarım tipi var. Böyük Qafqazda həm bütün fəsillərdə bol yağıntılı soyuq iqlim var, həm də qışı quraq keçən soyuq iqlim var. Amma Kiçik Qafqaz vilayətində yalnız qışı quraq keçən soyuq iqlim var. Bu da bura aiddir. Deməli, 1-ə C-dir, 2-yə B, Y olacaq. Gəldik situasiyaya. Cavan okean sahilində yerləşən bu dağın zirvəsi və ətəyi arasında temperatur fərqi təxminən 12 dərəcədir. 12 dərəcə deyirsə, bəli, 12-ni biz 6-ya bölüb 1000-ə vuranda bu zirvə ilə ətəyi arasında təqribən 2000 metr hündürlüyü tapırıq. Bu dağ sistemi bir işıqlanma 2 iqlim qurşağında yerləşir. G7-yə, böyük 7-liyə daxil olan ölkə ərazisində yerləşir. Seismik cəhətdən sabitdir. Onun əks yamaclarında yağıntılar illik miqdarı arasında fərq müşahidə olunur. Bəli, Appalas dağlardır bu. Dağın seismik cəhətdən sabit olmasının səbəbini qeyd edin və geoloji cəhətdən hansı ona oxşar olan 3 dağ sisteminin adını yazın. Çünki qədim dağdır. Bura yəni birinciyə aid ola bilər hansı xüsusiyyətlə. Deməli, qədim dağ olması seismik aktivliyini itirmişdir. Kaledon-Hersin qırışıqlığında yaranmışdır. Sonra platformanın, daha doğrusu litosfer tabalarının mərkəzi hissəsində yerləşməsi, bu xüsusiyyətləri yazmaq olar. Geoloji cəhətdən ona oxşar olan dağ sistemi, bəli, Skandinaviyanı yazmaq olar, Kapı yazmaq olar, Böyük su ayrıcını yazmaq olar, sonra Əjdahanı yazmaq olar, Uralı yazmaq olar və s. Dağın hansı istiqamətdəki yamacları daha çox yağıntı alır və bunun səbəbini izah edin. Dağın şərq istiqamətində olan yamaclar daha çox, xüsusilə cənub-şərq doğru yazılıb. Burada passat küləkləri deməli əlaqələndirmək olmaz. Xüsusilə orada daha çox biz musson küləklərini qeyd edəcəyik. Deməli, musson küləkləri, ABŞ-ın şərq hissəsində bilirik ki, musson küləkləri var. Musson küləkləri, bir də isti cəryan. İsti Gulf Stream cəryanı. İsti cərəyan. Bunun səbəblərini izah edin. Yəni, bunu da belə yazmaq olardı. 60-cı sualda mətndə verilən əlamətlərdən istifadə edib cədvəli tamamlayın. Dağın adı Appalas düzdür. Yerləşdiyi iqlim, işıqlama qurşağı mülayim işıqlama qurşağı, yerləşdiyi iqlim qurşağı mülayim və subtropik, hər ikisi düzdür. Yerləşdiyi ölkə ABŞ və Kanada, hər ikisi düzdür. Beləliklə, yoldaşlar, bizim testin izahı başa çatdı. Diqqətinizə görə sağ olun.